Avropa Şurası Parlament Assambleyasının Gürcüstanla bağlı qətnaməsi siyasi dairələrdə yenidən aktiv müzakirə olunur. Müxalifət hesab edir ki, Gürcüstan demokratik standartlardan getdikcə uzaqlaşır və bu ölkənin Avropa perspektivinə hər gün daha çox zərər vurur. Hakim komanda isə sənəddə yer alan qiymətləndirmələrlə razılaşmır və bildirir ki, qətnamə dar partiya maraqlarına xidmət edir. Xatırladaq ki, Avropa Şurası 2 gün əvvəl 83 leyhinə, 5 əleyhinə səslə Gürcüstan haqqında növbəti tənqidi qətnaməni qəbul edib. Sənəddə ölkədə demokratik geriləmənin müxalifətə və vətəndaş cəmiyyətinə təzyiqlərin davam etdiyini vurğulayır. Həmçinin qeyd olunur ki, Assambleyanın daha əvvəl verdiyi təcili tövsiyələrin heç biri yerinə yetirilməyib. Bununla yanaşı Assambleya Gürcüstan hakimiyyətinin son vaxtlar qəbul edilən repressiv qanunvericiliyi tamamilə ləğv etməyə çağırır. Aptek narkomaniyası işi üzrə saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Məhkəmə prosesi gecə saatlarına dək davam edib. Söhbət 17 saxlanılan və axtarışda olan 3 nəfərdən gedir. İş çərçivəsində Gürcüstanda qeydiyyatdan keçmiş 24 hüquqi şəxs barəsində cinayət təqibi başlanıb. İstintaqla əməkdaşlıq etdiklərinə görə 11 fiziki şəxs isə həbs olunmadan ittiham irəli sürülüb. İstintaq 53 milyon laridən artıq dəyərində psixotrop dərmanların qanunsuz satışı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyəti faktlarını araşdırır. Zəlzələlərdən sonra dünya Venezuelaya kömək etməyə hazır olduğunu bildirir. Bir çox ölkələr İspaniya, İtaliya, Fransa, Almaniya xilas etmə qrupları göndərəcək. Meksika və ABŞ da yardım göndərir. Papa Venezuelaya 100.000 avro təcili yardım göndərib. Ümumdünya Səhiyyə Təşkilatı da əlavə tibbi yardım göndərməyə hazırdır. İran Hörmüz boğazından keçən yük gəmisinə atəş açıb. Ever Lovely adlı gəmi Oman yaxınlığında olarkən zərbə alıb. Hadisəyə görə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı gəmi və dənizçilərin təxliyə proqramını dayandırıb və bunu təhlükəsizlik səbəbilə izah edib. Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin 40 günlük xüsusi əməliyyatını təsdiqləyib. Məqsəd Rusiyaya qarşı təzyiq göstərərək müharibənin başa çatmasına nail olmaqdır. Zelenskinin sözlərinə görə Təhlükəsizlik Xidməti son bir neçə ay ərzində cəbhə xəttində müxtəlif tipli pilotsuz uçuş aparatlarından, dronlardan uğurla istifadə edib. O bildirib ki, xüsusi əməliyyatlar mərkəzinin Alfa xüsusi təyinatlı bölməsi işğalçı qüvvələrin canlı qüvvəsi və hərbi texnikasının əhəmiyyətli hissəsini məhv etməyə nail olub. Afqanistanda Taliban hökuməti dövlət işçilərinə smartfon istifadəsini qadağan edib. Səbəb kimi məlumat sızmasının qarşısını almaq və nizam-intizamı gücləndirmək göstərilir. Qaydanı pozanların telefonları sındırılacaq və onlar cəzalandırılacaqlar. İşçilər bu qərarın işi çətinləşdirdiyini deyir. QHT-lər isə bunun nəzarətin artması olduğunu bildirir. Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta yuyucu tozların istehsalını aşkar edib. Türkiyənin 2 vətəndaşı saxlanılıb. Onlar Ariel, Tide və Persil kimi tanınmış brendlərin adlarını qanunsuz istifadə ediblər. Hadisə yerində 1325 ədəd saxta məhsul götürülüb. Bu cinayət 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutur.